Romalılara məktub. 4-cü fəsil. İbrahimin imanı. Bəs onda cismani əcdadımız İbrahim haqqında nə deyə bilərik? O, nə əldə elədi? Əgər İbrahim öz əməlləri ilə salih sayılsaydı, öyünməyə haqqı olardı. Amma Allahın önündə yox. Müqəddəs yazı nə deyir? İbrahim Allaha iman elədi və bu ona salihlik sayıldı. Əməl eləyənin muzdu ona hədiyyə sayılmaz. Bu onun haqqıdır. Lakin əməl eləməyib Allahsız adamları salih sayan Allaha iman eləyən şəxsin imanı ona salihlik sayılır. Davud da o adamın bəxtiyarlığından danışır ki, Allah əməlinə baxmayıb onu salih sayır. Üsyankarlığı bağışlanan, günahı əfv olunan insan nə bəxtiyardır. Rəbb tərəfindən təqsirkar sayılmayan insan nə bəxtiyardır. Məyər bu bəxtiyarlıq yalnız sünnətlilərə məxsusdur, yoxsa sünnətsizlərə də aiddir? Bəli, biz deyirik ki, İbrahimin imanı ona salihlik sayıldı. Nə vəziyyətdə sayıldı? Sünnət olunandan sonra, yoxsa sünnət olunandan əvvəl? Sünnət olunandan sonra deyil, sünnət olunandan əvvəl. O, sünnətsiz ikən imanla malik olduğu salihliyi təsdiq eləyən mühür olaraq sünnət əlamətini aldı. Beləcə, İbrahim sünnətsiz olaraq iman eləyən hamının atası oldu ki, onlara da imanları salihlik sayılsın. Atamız İbrahim həm də o sünnətdə olanların atası oldu ki, sadəcə sünnətdə olmaqla qalmayıb, onun sünnət edilməmişdən əvvəl malik olduğu iman izi ilə gedirlər. Çünki İbrahimə və onun nəslinə dünyanı irs almaq vədi qanun vasitəsilə deyil, imanla salih sayılmaq vasitəsilə verildi. Əgər qanuna əsaslananlar varis olsaydı, onda iman mənasız, vəd də təsirsiz olardı. Çünki qanun Allahın qəzəbini üzə çıxarır, amma qanun olmayan yerdə onun pozulması da olmur. Buna görə də vəd imanla həyata keçir ki, Allahın lütfüne bağlı olsun və İbrahimin bütün nəslini yalnız qanuna deyil, İbrahimin malik olduğu həmin imana da əsaslananları əhatə eləsin. İbrahim iman elədiyi Allahın ölülərə həyat verən, yoxluqdan varlıq yaradan Allahın önündə hamımızın atasıdır. Necə ki yazılıb, səni çoxlu millətin atası elədim. Heç bir ümid olmadığı halda İbrahim çoxlu millətin atası olacağına ümidlə inandı. Çünki ona deyilmişdi ki, nəslin o qədər olacaq. İbrahim hətta təxminən 100 yaşındaykən öz bədəninin artıq ölüyə bənzədiyini, arvadı Saranın da bətninin ölü olduğunu anladı. Amma imanı azalmadı. O, Allahın vədinə imansızlıqla şübhə eləmədi. Əksinə, imanında möhkəm durub Allahı izzətləndirdi. Tamamilə əmin idi ki, Allah verdiyi vədi yerinə yetirməyə də qadirdir. Buna görə də imanı ona salihlik sayıldı. Salihlik sayıldı sözləri yalnız İbrahim üçün yazılmayıb. Rəbbimiz İsa'nı ölülər arasından dirildənə iman eləməklə salih sayılacaq bizlər üçün də belə yazılmışdı. İsa bizim təqsirlərimizə görə ölümə təslim edildi və bizim salih sayılmağımız üçün dirildi.